Uyğunluğu müəyyən edin. Fotosintezin mərhələləri. İşıq fazası vardı, qaranlıq fazası vardı. Fotosintezin mərhələlərinə baxsaq, işıq fazasında nələr yaranırdı? İşıq fazasında bilirik ki, su fotolizə uğrayır. Tamam. Bilirik ki, birinci işıq mərhələsinə gedirdi. Stromada baş verirdi. Stromada baş verən qaranlıq fazaydı. Ona görə də B-yi ora götürürük. Calvin sikli baş verirdi. Təbiidir ki, Calvin siklidə qaranlıq mərhələdə karbohidratın qlükozdan yaranması ilə nəticələnirdi. Zülal sintezi olunur. D. Bu zülal sintezi haqqında məlumat vermirik biz burada və getmir. NADF-H sintezi olunurdu. NADF deyirdik. Bəli, hidrogen də sintezi olunurdu işıq fazasında. Ona görə də E də bura götürüləcəkdir. İşıq fazasında 3 məhsul yaranır ümumiyyətlə. Birincisi yaranırdı oksigen. İkincisi yaranırdı ATF. Üçüncüsü yaranırdı NADF-H yaranırdı. NADF-H yaranır. Qaranlıq mərhələdə yaranırdı qlükozda C6, H12, O6 və ATF də iştirak edirdi bunun yaranmasında. Hidrogen də iştirak edirdi bunun yaranmasında. Ona görə də qaranlıq mərhələ həm işıqda gedirdi, həm də qaranlıqda gedirdi. Düzgün cavab 1A, E, 2B, C olacaqdır.